Canlıdayam, nənən yığın. Zal kişi lazımdır, sən əldəyim. Mənim nömrəsini danış. Direktə mənə salam yaz, kişimin nömrəsini verim, danış. Görəm kişi lazımdır sənə. Necə baxıram market cəhətdən pis. Neyinirsən uşaqların atasını? Mən Nərmin deyiləm. Bacısı Sevdayam. Sən atası lazımdır. Bax, belə Nərminəm. Neysən, cəmatın yad adamın kişisini niyə soruşursan? Sənə nə olub yad adamın kişisini soruşursan? Kişin qala-qala. Lazımdır. Mən və yaxud da Nərmin gəlib sənin kişini soruşur. Yox. Məncə, naməhrəm kişini neyinirsən soruşursan? Mən eybəcər oldum, olmadım, ondan sənə aidiyyatı yoxdur. Qoy olum eybəcər. Mən oje bu alan alıb, allanıb, satan satıb, varlanıb, nə bilim o məsəl var, maraqsızdır o eybəcər, nə bilim nə. Başım bıraq, o eybəcər sözünüz adım başım bıraq. Səni o yazan o kişidir, yoxsa ki qadındır. Ne bileyim. Yüreğim. Necəsən? Effekti niyə çıxardıram ki? Nə olub? Mən effektsiz görmək istəyirsən? Yox, hələ geçiyorum. Balam hansıyı və köçün. Yoxdur ki. Beşləri yığıram da, hazır edirəm ki, ev tapan kimi çıxın. Şifaner zadı satmışam axı. Bir yerdə qalıb hamısı beşlərim. Ev tapan kimi hamısını bir günə yığıb çıxıram. İndi ev yoxdur, belə məcburam. Hansı tərəfdə 20 yanvar.
zincirindən ətər qalın. Niyə də qalmalıyam orada? Özü gəlir də, ürün gəlsin özü gəlir. Nə bilim, özü gəlir, mən elə deyim. Özüm evimə köçürəm. Su. Özü gəlir ay balam, özü gəlir qalmağa. Özü, xalq öz evində yaşamağa gəlir. Sara Hüseynli, dilənçi sənsən. Görsən elə gözü açıqlı kartdır, yoxsa ki puldur, şeydir, nömrədir. Sənin üçün qoyaq sənin üçün. Qoyaq sənin üçün pul yığaq. Kartı bir paylaşaq, pul yığaq sənin üçün. Mən indi boyu içinizə haqqına girə bilmərəm də, pis yaxşı. Allah haqqına girə bilmərəm. Nömrə ilə pul yığırlar, bala. Hə? Pul yığırlar. Pul yığmaq olur nömrə ilə, bala. Məsələn, Nərmin heç bir gününə qudurmayıb, amma sən baxıram ki, çox Nərminə baxıb qudurursan. Allah. Baxıram ki, sən Nərminə baxırsan, qudurursan. İstəyirsən onun üçün geyinəsən, keçinəsən. Amma görürsən ki, alınmır. O deyil də, yəni. Vallahi. Baxırsan ki, o deyil. Həqiqətən. Məndə söz çoxdur. Çox deyə, hədsiz dərəcədə çoxdur. O nə geyinir? Mənim WhatsApp'ım Nərminin əyindəki bir dənə adi 9 manatlıq, 10 manatlıq New York'ın kropu ilə doludur. Ay bacı, Nərmin cavab vermir direktdən, ağayraq, necə bilək? Necə eləyək? Cavab vermir, o kropu hardan alıb? O bel açıq köynəyi hardan alıb? Qolu yox köynəyi hardan alıb? Mənim WhatsApp'ım doludur. Mən nə deyirəm? Gedin özü cavab verəndə yazarsınız. Çünki səhifə Nərminin səhifəsidir, mən deyil. Ondan almışam, canlatsıram. Adım Nərmindir, qələt eləyib, dayına qayraq indi, dəyişərik, eləyərik sevda.
Başım bırak. Ne demişəm sizə? Sizə nə demişəm? Yox, balam, dəyişənlər. Mən ayağımı zincirlikləri bırax, qurban olum. Xeyri yoxdur. Heç yerə ürəyim, hələ heç yerə şuşmamışam. Şirin emeği. Çok şirin ha. Çok şirin emeği Səbinə. Çoxlarının əli çatmazıyam. Vallahi mən görəndə hamı əriyib suya dönür. Allah and olsun. Məni görəndə əriyib suya dönür bəziləri. İki qadınlar. Baba 3 dənə bu günləri evimə, ayaqçı canlıdan 3 dənə bu günləri evimə adam gəldi. Müşteri almağa. Maşallah, maşallah, hər günümüzə şükür. Məni o qədər öpdülər, yaladılar ki, elə qadınlar. O qədər öpdü, yaladı ki, Allaha and olsun. Ay bacı, sən canlıda niyə belə çobudsan? Niyə belə şey düşürsən, kök düşürsən? Kök düşürsən. O tərəfimə keçir öpür, bu tərəfimə keçir öpür. Mən səni çox istəyirəm, mən səni çox istəyirəm. Hə, top ulduzam, bəli, topların nəyinlə artıqdır? Bilmək olmaz, kimin əvvəli, kimin axırı. Həyatdır, hər şey ola bilər. Bəlkə özümüzə elə bir qapı açılacaq ki, elə promoyu birbaşa nasıl olacaq? Bilmək olmaz. Onlar məni öpdükcə, mən də deyirəm ki, halal olsun, sizi kimi öpür yalayır da, yanım eləyir. Xoşuna gəlir də, mən o xoşuna gəlir də. O söz məsəli dedim də, yəni öpüb yalayır, elə deyirlər də, biz tərəfdə elə deyirlər, öpüb yalayır. Yəni öpməkdən tutarmaq da, doymadı. Siz bilmirəm, pozğun sayağı qələmə verdiniz, çünki bir sənə içiniz elə qurtdudur. Qınamıram sizi, o qədər içiniz o qədər qurtdudur ki, o qədər pasiyaksız ki, ona görə də elədir. Səbinə, yəqin mamam mənim yanımda olur, valikliyə gedəndə. Yəqin sən mamam mənim yanımda olub, qapını açıb, bağlayıb. Hətta qapını açıb, bağlayanda qapıda cırıldayırmış, gətirib yağ vurub qapıya da. Yaxşı, Səbinə. Sən mamam mənim yanımdaydı valikliyə gedəndə içimizdə. Maman gördü mən valiklidən qəşəng pul qazanmam, dedi Səbinəni də qoşacam sənə. Sən yaxşı deyilsən, Səbinə qəşəydir, qız uşağı da o qəşəy gedər. Yəni ağzınız deyəcək, dalınız yiyəcək. Heç kimin qabağında mən əssik deyiləm. Söyləyəcəksiniz, söyləyəcəm. Deyəcəksiniz, deyəcəm. Yox. Siz məndən heç vaxt artıq ola bilmərsiniz. Heç vaxt.
Səndən zəhləm gedir, 3 dənə nöqtə var. Atırsan bloku, özündə rədd olursan. Vəsə, burada nə var ki? Yanırlar, bəli, çox yanırlar. Məsələn, mən oturmuşam burada rahat öz evimdə, kirayə, əlimə dolaşan yox, bir şey eləyən yox. Ayda, bunlar bir sənin necə olur? Qaynana harasa geçsin, anası bacısıcılar, qızıcılar geçsin, biz də evdən cıraq gedək otellərə. O, bax, məni söyən o qadınlardır. Qaynana ilə qaynata əlində qalıb, ərin üzün görməyən gəlinlərdir, bax onlar. Bax, olardır, bax, olar. Onun üçün onlar yanırlar. Siz heç biriniz mən ola bilməyəcəksiniz. Heç biriniz. Nəyin ki, məni dırnağım ola bilməyəcəksiniz. Valla. Anavuzun evinə günləri sayırsınız ki, həftə sonu gəlsin, gedək otelə. Ataq üstünə uşağımızı gedək otelə. Bilmirəm, ay qız. Hamısını görürəm, çor deyiləm. Amma mən boşanmışam. Buradan vurub oradan çıxıram. Nə vecimə? Siz ama gözləyirsiniz, əriniz harası komandirovkaya geçsin, aranı cırıb arası gedəsiniz. Ər də biz sizi vecinə alayıq cəhənnəmə. Həftənin 5 günün ər öz kayfını çəkir, 6 bazarı sizə elə ayırsa o da, vaxt ayırsa o da. O da vaxt ayırsa, düşsə. Qəşəng çətinə şəşinə düşsəz, özünüzü yaxşı aparsaz, aparacaq sizi hansısa rəyona. Aparmasa yox, çətinə şəşinə düşməsə yox. Altı bazar da əriniz necə fırladırsa, oynaşı ilə o birisi ilə bu birisinə oturursa, siz yaddan çıxırsınız. Bax, məni söyləyənlər siz o qadınlarsınız. Yox. Ona görə də siz mən ola bilməyəcəksiniz ömür boyu. Elə siz oradan baxıb mənə belə 3-dən 5-dən söyüşlər yazacaqsınız. Sizi də Allaha tapşırıram. İnşallah Allah özü bilən məsləhət. Özü biləcək, eləyəcək. Nabaruda siz söydükcə mən daha da yuxarı qaldıram. Bax, evi dəyişirəm. Daha da gözəl evə köçürəm. Daha da şəraitli, daha da gözəl evə köçürəm. Şəhərin sentrinə. Qalırdım Binəqədidə, indi qalacam məsələm. Gənclikdə, 20 yanvarda Nərmanovda. Siz söydükcə mən daha da pilləliyirəm yuxarı. Siz heç biriniz mən ola bilməyəsiniz. Ay, məni söyən qadınlar. Toxlular. Evinizin küncünün bucağını təmizləyin. Ərləriniz sizin ev yeməyinə həsrətdir. Evinizdən, xunət evinizdən həsrətdir. Gedib orada, burada, o kafeydə, bu kafeydə yiyir, yazır. Çünki sən niyə qadın üçün ona vaxt ayrılmışsınız onun üçün? Elə də yanacaqsınız, köşələnəcəksiniz. Mənim ayrılmağım sənin kimi qəhvələrin üzündən ayrıldım. Mən ərimdən niyə ayrıldım? Mən poxlu deyiləm, pinti deyiləm. Mən ərimin ağzından da bastım, tüküm
Sanikin qapağı çift bağlayıb. Çift deyil bu. Nabarot qoyansınlar, yazsınlar. Nabarot qoyasınlar. Yo qoyasınlar, istərin töksünlər. Yazdığım gəlir. Bəlkə birinin elə pulu yoxdur psixoloqa getməyə. Bəlkə birinin pulu yoxdur psixoloqa getməyə. Bəlkə girsin mənə tökməklə şey olur, düzəlir. Mən məsələn oturmuşam evimdə almamı yeyirəm. Keyf eləyirəm. Qoyasınlar. Allah. Məni söyənlərə yazdığım gəlir. Allah'ın olsun, bax 12 manat olsun. Məni söyənlərə mənim yazdığım gəlir. Məni söyənlərə mənim yazdığım gəlir. Üçüncü bir səniyə. Yazdığım gəlir də. Yazdığım gəlir. Qoy baxsınlar mənə partlasınlar. Qoy baxsınlar mənə içsəli yansın. Qoy baxsınlar mənə pöşələnsinlər. Mələk, mənim kosmetika sən bilim ana. Bir də onun içindən şeyi gətir. Neyi? Kosmetikasının linzanı. Stəşanda su gətir də mənə. İndi töşdüm. Sen necəsən? Yox. Nizan suyu qutarıb. Nə daha gülsün? Var dilimsə, dilim lazımdır. Müvəqqəti döşdüm, mən gedirəm alım aptekdən.
Hey, qaşıma. Get gətir kremi belə masaj eləyək. Dur ayağa. Gör nətər qaşıyır xarta-xartına. Yalnız fena loot var ama kesin tezgah var burada. Ben güvenmem ama tabii bazen güvenmek lazım. Ver. Çanta yırtınca hadi bakalım. Hayırlı uğurlu olsun. Son kozunu oynadı. Önce alanın içinden bir yer seçiyoruz. Orası iyi. En serisinden gitmemiz lazım. Boş olması lazım orada. Ben ona göre seçtim. Fişekler Öz qarnımda yuyulur. sıkıntı yok. Geldik. Masajırda Arzu xanım. Adam depar atıyor Scott. Panik yok. Sakin. Her şey kontrolüm altında. Drop'umuz da yukarıdan geliyor bu arada. Zaten yerden gelecek hali yok. Niye ağır çekimde geliyor? 2x alamıyoruz mu? Evet. Fişekler daha böyle gelecek yani. Sıkıntı yok. Narahat olma, qarnımda yuyulacaq. Büyük Gize piramidi Kodum aldı on biraz. Neçə idi? Hal-hazırda 30. Mama sabah kesmeyeceğim. Niyə? Ay ben işte yok diye. Nasıl gelmeyeceksin? Evdə duz yox. Var bildiyin ev. Ben evden masaya girmeyecektim ama. Nereye? Çok nasıl Ben de zaten aslında aklımda varken bir de evde böyle bir şey izin vermişken neden çekmiyorum ki ben bunu? Zaten herkes çekmeden ben sadece evrede Nə çıxırsan? Qurban olum, özü gəlir də, özü gəlir. Qurban olum, özü gəlir də, özü gəlir. Sofiya, nə sual verirsən canım gözüm? Dinən mən sənə cavablandırım sualda. Sofiçkan, de görüm ay Sofiçkan, Nərminin bacısıyam bəli. Sən o göydə tutmalısan, sual verməli deyilsən. Teşekkür. Ben cındır olarak sen cındır attım size. Elvin Gələndarov. İşə düzəltmə deyiləm ki, mən səni iş tapam. Allah köməyin olsun. Özüm də bir iş axtarıram.
köçüm, yerləşim, davay işləməyə. Ne? Ama birkaç gün sonra işlere ve döndüğümde hayatımın en büyük şokunu yaşadım. Ayakkabı çektiği yerinde bunu mahvedip her bir şey kaçırıp oldu. İşte o anda etkinlik yapabileceğim bir şey. Oho! Anne param nerede? Anne ben sana bir şey yapmadım. Kendini saitsın. Ayakkabı kutusu biriktirdiğim her kuruş. Anne sonunda ben yediğimde bana ufak bir şans olmadı. Ne yaptın? Duydun işte. Anne beni özel sıra veriyor. Bir tek yapacağız diye çalışmayı içime girdi sanki. O yüzden. Anne benden çaldığına inanıyorum. Bu çalmak değil. Anne bunu aynı bedenler yerine büyüyüc anlarsın. Biri demir, bir çopa oğlu demir ki, gəl sənə evimi verim, qal. Ancaq soruşur, niyə çıxırsan? Sağ ol ürəyim, sənə mən ürəyimsən, inan Allaha. Ayla, bu günləri evimə 2-3 dənə qızlar gəlib. Ay Allah. Ay Allah, mənə necə gözəl sözlər deyir. Necə gözəl sözlər, ay Allah. İnan, məni görür, dili topuq vurur, əsir. Allah hamd olsun. Balıqlar. Rişkaları göndərdim, getdi. Masajla. İçim verir, içim verir. Evet. Rusiyadan bacımıza konfet gəlib az. Buna bax. Görür. Gör, mənə nə qədər çox istəyirlər ki, ay qız. Gör, məndən ötürü nə qədər dəli divanədir ki, mənim izləyicim durub, Rusiyadan mənə konfet göndərib. Bədən spreyi, krem, üstün lasyon, günəşdən qoruma. Mənə nələr göndərib, nələr. Allah hamd olsun. Görsəm nə qədər mənim, gör nə qədər hörmətim, izzətim var. Mən sevməsəyirlər, zırt burada olurlar. Nəsə göndərərlər mənə, hə, burada ol. Mənə bax, konfet göndərim, mənə bax. Mərəsiz konfet bilirdim nədir? Bilirdim mərəsiz konfet nədir? Vallahi Quran and olsun bilmirdim. Mən Rusiyadan 50 də qohumlarım gəlir, heç bir dəfə konfeti bir deyilim ki, gəlib ona aparıb, qoy evə yiyir. Tanımadığım adamdır, tanımadığım Elgün. Mən boyumu yerə soxduğun adam, sən boyu yerə soxduğun adamı burada səssiz eləyir. Yox ha, qızdır. Girir bura. Qız, xanım. Adı da Fərqanə.
Burası çox gözəl. Çox gözəl. Astarada 100'den çok tarih ve medeniyet abidesi var ki onlardan biri de Peyser kentindeki Meşhedi. Ay dodağımı permanent eləyən xanım. Təzə elətdirmişdim, qalmadı. Bir dənə də korreksiyasında. Verirlər də, faktiki mənə göndərirlər. Bilmirəm ki, Günel. Qalmadı. Korreksiyasına getməliyəm, amma getmirəm. Fibroz. Elətdirmə belə qəşəng deyil. Bax, gör mənə nələr göndərirlər. Bax. Yer Asiyan konfetlərindən iç. Lerikin çayından. Ay bacı, şişirdə siz deyəndə mənim dodağımı şişirdi də, pısırtdım. Balıq sepi qızıl deyil, müştəri deyil, qızıldı. Yasemin yok. Tapmadım. Tapa da bilmirəm. Nə ayrım? 15 gün qalıb çıxmağıma. Arkadaşlar ileride çok kötü giyindiği için artık ona bir kombin yapma vaktimiz geldi. O yüzden bugün onu yazıyoruz. Yok. Çıkar dolabından. Yok. Evet, ilk Yani onun üstünde şöyle bir korset üstümüz beraber muhteşem bir ve bunların içinde evin yası gəlir. hep çünkü Ay uşaqlar, durun çay için. yazın giyerim kız. Bana ne? Onun için böyle giyiyorsun. Hadi giy gel. Tüm halime bakın. Altındaki pijama görmezden gelsek bile garip bence. Ne çok güzel. Altına şöyle gri bir eteğimiz var. Bu gri eteği giyecek. Dilerim içine giydiği Müəllim, sən ki, sən də qatıqlamışdın, qoy səni indi də ataq səssizə. yakışmadı. Evet. Ona siyah giydi. Eteği de giymiş. Pis qatıqlarını atdıq səssizə indi də. Ama şu an değiştirmeye karar verdik. O yüzden şöyle bir siyah eteğimiz var. Onu giyeceğiz. Bakın güzel olacak. Artık inanıyorum. Şu an güzel oluyor. Yox da nə yox, görsənmədim. Güzel olsun. Bence de Qılmışam da işləri. öncekinden kat ve kat daha güzel olduğunu düşünüyorum. Ne beğendin? Yani evet. Siz fındığı necə eləyirsiniz, belə eləyirsiniz? Dən böyle soğutdunuz. Ya. 20 yanvarda. Ev yiyəsindən qalmıram ki, evin yiyəsi özü gəlir qalmağa. Ay bala, dur çay iç. O burada qalmır ki, ev yiyəsi. Ayrı qalırdı. Sumqayıtda gəldi.
Nərminə deyim sən çıxarsın. Ya, Məhəmməddə zat mən uzaqdır. Avazı mən bütün gün şəhərdəyəm. Vaxta ver. Allah ağzından işsin. Nə deyirəm? Usi, at ucunu məktəblərdən hədiyyə eləyim. Mənim özümə hədiyyə gəlməlidir. Gəlsin, mən də sizə hədiyyə verəcəm. Aynur, neçə kiloydun bacı? Abicim hadi kalk okula. Geç kalacağız yoksa. Ayağımda bu ne şirinli be. Seni beraber Bəli, Səbişqa. Gəl çayı iç. Mən içmirəm. Var mı ot? O boyda əziyyət çəkmişəm. Linza rəngi. Mənim gözümdə linza yoxdur, effekt var. Gəl içmirəm. Ay dat. Çözmədim. Şafa səni hara gedək? Zibilliyə. Get zibilliyə. Mən balıqlar. Yox, elə yazır ki, bezmişik sizin əlinizdən hara gedək. Qəribə adamlar var. Köçəlmirəm, çünki Slimlikusun kofesini içirəm. İstəyirsiniz Slimlikusun kofesini? Mən stabil olaraq da yerində qaldım. Elvə sepim var. Stabil olaraq da yerində qaldım. Nə arıqlamıram, nə köçəlmirəm. Çünki çəkimi qoruyub saxlayıram. Sizi kimi hoqçu yeyəsən. Gördün yediklərimin qaysı, çay, fındıq, vəsiyo, qara kişmiş. Kofenin adı Slimlikusdur. Al məndən gör necə olacaq. Fani dünya al. 077 427 2106. May, iyun, iyul, avqust. Olacaqsız çöp. Neçə kiloyam? 60. And olsun Allaha, mən çəkimi ona saxlayıram. 5 gün qəşəng basarappa yeyirəm, 10 gün kofe içirəm. Nə qalxmıram, nə düşmürəm. Qiymətini deyə bilmərəm. Olmaz burada. Aşıqı Zəhra, külümü qoyma kişinin başına.
Slim Coffee VIP Studio. Çox qəşəng kofedir. Qiymətini burada deyənmərəm axı. Xeyr, çorlayıb eləmir. İçirəm. Bir kutu içmişəm, 30 dənə. O günləri getmişdim, ciyərimi uzi elədim, baxdı, türkün məsələ. Böyür üstə qoydu, bu tərəfə qoydu, o tərəfə qoydu. Bir dənə problemim yoxdur. Ki birdən də üzümün ləşəsi ciyərimdən olar. Yalan söhbətdir. Ay ciyəri belə eləyir. Sənin fintamentin pisdir. Kofenin boynuna atma. Sənin fintamentin yaxşı deyil. Sən için uje xarabdır. Ona kofen ağarsın. Qaşımı mikrobleyding bənövşə Nizamidə. Hədə əlbəttə ki, sənin fintamentin yaxşı deyil. Sən belə pis çıxmasın, doğuşdan sən zay doğulmusan. O kofe mofe deyil. Mən çöç deyiləm. Burada ekranda çöç görsən. Mən böyrəyim ondan deyil, bacı. Kofedən də qabaq idi, ay bacı, mən böyrəyim. Sepim 12. İnci Sədəf, bu quş Nərminin bacısı olduğu üçün sən quşun əncə böyüyünü səssiz atıram. Всё. Elvə sepim uzundur. Çox uzundur, qarnına qədərdir. Qiymət 10 manat. Sən yazın düşmür oxuyum. Salam. Çatdırılma pulsuz. Mələyən xudum biraz alda. Paltoriyanı gözdirəmi. Neçə şul arıqladır? Bir aya 15 şul. 10 kilo maksimum. Baxırsan arıqlamağa. Ay, heç nə olmayıb, nə olacaq? Fışdıq kimiyəm. İncilvari müalicə olacaq, всё. Təşəkkürlər. Bəli. Al iç, görəcəksən. Maksimum 10 ya da 8 kilo arıqlayacaqsan. Mən böyrəyimdə indi yoxu çoxdan var. Salam. At yerə də onu. Tapmadım. Çay da var, kofe de var. Mən sağollaşıram. Günay xanım, xoş gəlmişsiniz, ürəyim, canım, gözüm. Nərmin bacısısınız, bəli. Nəyə baxırsan? Seva, hay can. Hansı çay? Slim Lüksün çayı. Bir də qızlar bizdə. Kızlar. Bir de bizde Slim Lüksün şampunları var. Çepək, egzema, bu da saç tökülməsinə qarşı. Qiymət 20'dir. Dəqiq arıqladır.